Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. İnşallah ki, yaxşısınız. Bizim bugünkü mövzumuz hərəkətlər və hadisələr ardıcıllıqıdır uşaqlar. Deməli, biz sizə bunun haqqında məlumat verəcəyik. İnformatika 2-ci sinif, yəni dərs 11. Hər bir obyektin müəyyən hərəkətləri olur. Bir hərəkət başqa bir hərəkətə səbəb ola bilər. Bir-biri ilə bağlı olan hərəkətlərə hərəkətlər ardıcıllığı deyilir. Gəlin baxaq görək. Uşaqlar, birinci şəkildə nə görürsünüz? Pendir var, sıçan pendirə yaxınlaşır. Arxada isə deməli, pişik bunları görür. Sonra pişik sıçanın ardınca düşür və sonda sıçanı tutur. Bəzən hərəkətlər ardıcıllığını dəyişdikdə nəticə də dəyişir. Bəli uşaqlar, bəzən hərəkətlərin ardıcıllığını dəyişdikdə yəni hərəkətlər də dəyişir. Yəni nəticə dəyişir. Əməlləri əvvəl sağdan sola, sonra isə soldan sağa yerinə yetirməklə hesablayın. İfadənin hesabını və cavablarını müqayisə edin. Gəlin baxaq. Gəlin bu tərəfdə birinci, yəni soldan sağ eləyək. 3-ün üstünə 1 gələndə 4. 4-ün üstünə 4-dən 2 çıxanda 2, üstünə 1 gəldikdə 3, 1-in üstünə 3 gəldikdə baxın uşaqlar, bir də eləyirəm. 3-ün üstünə 1 gələndə 4. 4-dən 2 çıxdıq 2. Üstünə 1 gəldik 3. 3-ün üstünə 3 gəldik 6. Deməli, buradan 6 elədi. Gəlin bir də bu tərs axırdan axır eləyək. 3-ün üstünə 1 gəldim 4. 4-ün üstünə 2 gəldim 6. 6-dan 1 çıxdım 5. 5-in üstünə 3 gəldim 8. Və deməli, yəni hərəkətlər ardıcıllığını əksdən tərsə, yəni düzdən əksə elədiyimiz zaman bəzən nəticələr fərqli olurmuş. Bu da riyazi nəticələrin bir hesabı. Birincidə 6, ikincidə 8 cavabını almış olduq. Belə. Ruslan dərslərini hazırladı. Ruslan məktəbə getdi. Ruslan yüksək qiymət aldı. Gəlin baxaq, bu hərəkətlər ardıcıllığı necədir? Ruslan öncə dərslərini hazırlasın, yaxşı oxusun, sonra məktəbə getsin də uşaqlar. Məktəbə dərsi oxumadan getmək olmaz axı. Deməli, Ruslan öncə dərslərini yaxşı oxuyur, güclü hazırlaşır, sonra məktəbə gedir, sonra müəllim Ruslanın dəftərini yoxlayır və onun yaxşı yazdığını görərək ona yaxşı bir qiymət yazır. Belə. Ruslanın yüksək qiymət almasının səbəbi onun dərsini daha yaxşı hazırlamasıdır. Dərsinə yaxşı hazırlaşması və məktəbə getməsi nəticəsində Ruslan yüksək qiymət aldı. Hadisələr özləri də müəyyən ardıcıllıqla baş verə bilər. Buna hadisələr ardıcılığı deyilir. Gəlin indi tapşırıqlarla bunları aydınca şəkildə yoxlayaq. Buraxılmış hadisəni təsvir edin. Gəlin baxaq. Qız öncə meşəyə hər halda bir şeylər yığmağa gedir, göbələk yığmağa gedir. İkincidə o göbələkləri axtarır, tapır. Yəni ikinci bu şəkildə, yəni boş sual işarəsi olan yerdə qız aşağı əyiləcək gül tərəfə, orada geçən göbələkləri gəlib dərib götürəcək. Sonra həmin göbələkdən yolu hansı istiqamətdə gəldisə, burada həmin istiqamət üzrə dala qayıdır. Ən sonda isə artıq evə gəlir və həmin göbələkləri, meşə göbələklərini çıxardır, masanın üzərinə qoyur. Belə. İkinci sual. Hadisələr ardıcıllığını danışın. Güclü şimşək çaxır, buludlar bir-birlərinə toqqaşır. Sonra buludlar toqquşduqda artıq şimşək çaxdıqdan sonra artıq yağış yağmağa başlayır. Yağış sonda kəsir və buludlar yavaş-yavaş aralanmağa başlayır. Buludlar aralanmamışdan qabaq yağışla günəşin eyni anda çıxması sonunda göy qurşağının yaranmasına gətirib çıxardır. Belə. Sual 3. Domino daşlarını hansı ardıcılıqla qoymaq lazımdır ki, əldə heç bir daş qalmasın? Gəlin baxaq.